Bugün çox vacib bir məsələdən danışmaq istəyirəm mənim əzizlərim. Çünki bu artıq Azərbaycanda hər il baş verir. Hər il, ötən il imtahan qabağı, qəbul imtahanları qabağı, məktəb imtahanlarından sonra qəbul imtahanlar qabağı və qəbul imtahanların cavabı çıxandan sonra hər il intihara cəhd olur və intihar olur. Ötən il 17 uşaq intihara cəhd eləmişdi və 17 nəfərdən 8-i dünyasını dəyişmişdi. Bu qəbul imtahanından sonra, qəbul imtahanına qədər isə 8 uşaq intihara cəhd eləmişdi və 5 uşaq dünyasını dəyişmişdi. Və sonra valideynlər oturub ağlayırlar ki, niyə mənim uşağım öldü? Allah belə eləsin, elə eləsin, nazirliyi, Təhsil Nazirliyin, dövlət qurumların günahlandırırlar. Amma özlərində heç bir günah görmürlər. Bu, bizim cəmiyyətimizin çox böyük bir bəlasıdır, mənim əzizlərim. Olduqca böyük bəladır. Çünki hər il imtahan qabağı deyirlər, bax, səndən çox yığmasınlar. İmtahandan sonra deyirlər, səndən çox bal yığdılar. Uşağı bezdirirlər. Çalış hamıdan çox yığ. Əmilər, dayılar, bibilər, xalalar uşağı yükləyirlər. Bax, filan kəslər səndən çox bal yığmasın. Bax, qonum qonşu nə deyəcək? Qohum əqraba nənən nə deyər? Sən çox bal yığmalısan. Yığmayanda da deyirlər, filan kəs nəyə görə çox bal yığdı? Sən ondan əski uşaqsan. Mən sən nəyi vəski elədim ki, sən o balı yığmadın? Yəni, uşaq bal deyil, uşaq nəticə deyil. Uşaq bir fərddir, şəxsiyyətdir. Və nə qədər ki, uşağı belə axmaq düşüncələrlə, o nə deyər, bu nə deyər, mənim uşağım hamıdan çox bal yığsın. Nəticədə uşaqlar birinci universitetə girənlər əzbərçi kimi universitetə girirlər. Və əzbərçilərin də yaddaşı olmur. Çünki bugün əzbərləyir, imtahanı verəndən sonra durğu seçinə bilməyəcək, yuxudan oyadanda soru bilməyəcək. Və nəticədə bu uşaqlar öz seçimləri olmur, valideyn onu yönləndirir, filan yerə get, bəlkə uşaq idmançı olacaq, yox, mənim uşağım idmançı olacaq, bəlkə uşaq veterinar olacaq, mənim uşağım veterinar olacaq. Yəni, nəyə görə mənim? Niyə olmasın ki? Nəticədə insan öz sevdiyi, seçdiyi peşə ilə məşğul olanda, o işin öhdəsindən həm gözəl gəlir, həm də o işdən daha gözəl pul qazanır. Yəni, sən sevmədiyi bir iş dirəşirlər, sən verməlisən filan universitetə, sən filan şeydir. Amma nəticədə uşaq buranı sevmir, istəmədiyi bir peşədir və siz onu bir ömür əzaba sürüklüyürsünüz. Çox zaman, bax, bu yükləmə, doğru düzgün yönəltməmə, öz fikirlərinizi sırmaq, ey valideynlər, buradan sizə səslənirəm. Öz fikirlərinizi sırıyırsınız, uşaqları düzgün yönləndirmirsiniz. Bunun nəticəsində uşaqlar intihar eləyir, intihara cəhd eləyir. Yəni, mən oturub düşünürəm, bir uşağın sağlamlığından önəmlidir bal toplamaq? Bir uşağın sağlamlığından önəmlidirmi universitetə qəbul olunmaq? Qoy texnikuma getsin, qoy peşə məktəbinə getsin, qoy bu dırnaq ustası olsun, saç ustası olsun, zərgər olsun, aşpaz olsun. Nə olar ki, hamı bəyəm universitet diplomu ilə gəzməyə məcburdur. Nəticədə kimi dindirirsən belə, mən universitet diplomu əlimdə işsizəm. Ay kişi, sən o universiteti diplomun var deyə oxumusan. Sən o peşəni sevərəkdən, həqiqətən oxusan, valla işin olar. Mənim tanıdığım o qədər insanlar var ki, bir fikirdə var axı, adamın olmasa işə düzəltmirlər. Elə deyil. Kifayət qədər mən insan tanıyıram ki, həqiqətən onların uşaqları oxuyublar. Hətta orta məktəbdə onlar qızıl medala gedib verməyiblər. Amma oxuyub, girib universitetinə, bugün də kifayət qədər yaxşı vəzifələrdə işləyirlər. Öz güclərinə. Yəni, orta statistik ailənin uşaqlarıdır. Yəni, böyük bir toplum var bugün Azərbaycanda. O universitet diplomu, o bal, özdə aşağı bal toplayanda deyiniz, hə, yuxarı balın olmalıdır. Yəni, heç kim buna səni vadar eləmir. Bal yığmayanda, pulluya düşəndə gedir kreditə, borc, xərc, universiteti. Niyə? Sən onu bir peşəyə yönləndir, sən onu bir sənətə yönləndir. Nəticədə bugün keçən dəfə baxıram ki, Gürcüstanda adi ayaqqabı ustası olubdu. İndi onun böyük bir brendi var, ayaqqabılar, çumkalar, çantalar, özü çox gözəl brenddir, dünya miqyasında. Ayaqqabı ustası olub. Yəni, bugün o qədər dünyaya açılmışıq ki, biz SSR dövründə deyilik. Ali məktəb, universitet, bugün heç ali məktəbi oxumadan da
adi bir peşənin yiyəsi olsan, sən kifayət qədər pul qazana bilərsən. Sən yaxşı aşpaz ola bilərsən ki, aşpazlar var ki, 10 min, 15 min əmək haqqı alırlar. Yaxşı sən zərgər nə gözəl peşədir. Nə bilim, o qədər peşələr var ki, sadaladıqca bitmir. Yəni bir yaxınım var idi, onun qızı veterinar olmaq istəyirdi. Yəni kinoloq olmaq istəyirdi, veterinar olmaq istəyirdi. Heyvanlara çox sevirdi, istəyirdi onların həkimi olsun da, loru dildə deyim. Ana özünü öldürdü. O ata heç nə demirdi. Ana, nə danışırsan? Mənim uşağım universiteti bitirmə. Yəni getdi, girdi platniya, pulluya, belə deyirik də. Pulluya girdi hansısa fakültəyə, ayda da nə qədər pul verir, özü kirayədə qalır, borc, xərc. Eləyir ki, bu uşaq niyə? Qoy getsin, oxusun, veterinar olsun da, nəyə pisdir ki bunun? Nəticədə bir peşənin sahibi olmaq, universitet bitirib heç bir peşəyə yiyələnməməkdən önəmlidir. Nəticədə ən azından sənin uşağın sağ olar. Bugün dirəşirsiniz, uşağı yüklüyürsünüz. Yəni o nəticə əldə eləmək, heç o uşağın salamatlığı demək deyil. Yəni o uşağın sağlamlığı hər şeydən üstün olmalıdır, ötə olmalıdır. Yəni nəyə görə bir uşaq yüklənməlidir, nə deyərlər, məni evdən bezdirəcəklər, valideyn, mən sənə görə borc xərc elədim, bir ətək borcun içindəyim, sən universitetə girə bilmədin. Niyə? Niyə uşaqları yüklüyürsünüz? Zaten təhsil sistemində bəli, müəyyən problemlər var. İnşallah düşünürəm zamanla qaldırırlar. Bu barədə ayrı danışacağım. Amma bu yük ağır ola. Müasir dövrümüzdə zaten informasiyalar dövrüdür. Zaten sosial şəbəkələr dövrüdür. Zaten bu informasiya bolluğu, bu sosial şəbəkələr, bu hər şeyin içində çox çətindir. Yəni böyümək, irəliləmək, nəyəsə qadir olmaq. Siz valideynlər bu uşaqları yorandan sonra bu uşaqlar, yazıqlar özünü öldürəcək də. Sənin ey valideyn uşağın sağlamlığı mı önəmlidir, yoxsa universitetə yığacağı bal? Zənnimcə qoy sağ-salamat olsun, eybi yox, bal yığmasın, sən ona peşə ver. Rəhmətli mənim atam deyirdi ki, universitet diplomu öz yerində, amma qız uşağının peşəsi olmalıdır. Düz deyirdi. Çünki o peşə insan ən azından özünün saçını düzəldir. Ən azından balasının dərmanlı iynəsindən xəbər olur. Ən azından bir tikiş tikə bilir. Bugün illah da qız uşaqları. Siz qız uşaqlarını əzirsiniz, oxumağa qoymursunuz və yaxud da universitetə gedir, o diplomu ceyiz aparsın. Ər evində desin ki, mənim qızım universitet oxuyub. Əslində heç nə bilmir. Tanıyıram. Ailə tanıyıram, benim, mən qızıma bilirsən nələr ceyiz verdim, nə bilim, nə İran xalçası neçə minlik, mən ona bir çaskı lüstr verdim, nə neçə minlik. Deyirəm ki, yaxşı, indi peşəsi var, neynir peşəni? Necə neynir peşəni? Nəticədə gəldi, o qızın əri işdən gücdən çıxdı, avariya düşdü, üzr istəyirəm də, avtomobil qəzasına düşdü. O qızın əri yəni fiziki qüsuru oldu, işləyə bilmədi və qaldılar havada. Dedim, bax, peşə ona görə lazım idi. Peşə qız uşağına ona görə lazımdır. Yəni bugün qız uşaqlarını, elə qız oğlan, mən qıza daha çox yüklənirik biz. Oğlan da qalır avara, onu sevdiyi peşəyə qoymursunuz. Mənim tanıdığım elə qohumlarından biri mən uşaqlıqdan görürdüm ki, o uşaq gözəl çəkir. Rəsm çəkmək qabiliyyəti var, bu kompüteri bilir, interneti başı çıxır bunlardan. Mən o vaxt o uşağı rəsmə yazdırdım. Anası gibi, əşki, bu uşaq durub basa-basa xırdalandan gedəcək, nə bilim, Baksovetə rəsmə. O vaxt Baksovet idi də, indi İçəri şəhər metrosu. Qoymadılar, hər şeyini də aldım. Sonra bu uşağı istədilər, nə bilim, əskərlikdən gəldi, harasa düzəltsinlər, ora düzəltsinlər, bura. Dedim, bu uşağı qoyun bir montajörün yanında öyrənsin. Montajör çox qəşəng peşədir. Elə də oldu, uşağı yönəltdim, mən kömək oldum və bugün də çox güclü, yəni işində, gücündə olan bir uşaqdır. Yəni, bilirsiniz, mənim əzizlərim, bir də görürsən ki, adama deyirlər ki, mənim uşağımı bir kömək elə işə düzəltdə. Keçən dəfə bir nəfər bir xahiş eləmiş. Dedim, qoy gəlsin, uşaqdır da, əskərlikdən gəlib, operatorun yanında keçən dəfə də haçansa, şunurları daşımağa, belə filan kömək eləsin. Operatorun köməkçisi olsun şadlıq evlərində. Gələcəkdə operator olar, gələcəkdə püxtələşər, nəsə montajı. Mənim uşağım gəlib şunur daşıyacaq. Amma nəticədə sənin uşağı ora qoymadın, sənin uşağın elə ortalıqda qalıb. Ortalıqda qalıb. Nə işin yiyəsidir bilinmir. Qoy sənin uşağın hansısa peşəyə, lap maşın düzəltməyi öyrənsin. Yəni,
bilirsiniz mənim əzizlərim, bu düzgün deyil. Bizim cəmiyyətin yanlış dəyərlərə üstünlük verməyidir və bu məni məyus edir ki, hər il imtahan qabağı, qəbul imtahanı sonrası, balların cavabları çıxanda bu uşaqların intihar eləmələri məni çox yandırır. Niyə intihar eləməlidirlər ki? Bu diplom nə verir bu uşağa? Bu diplom bəyəm hər universitet bitirən o diplomla işləyir? Yox. Bilirsiniz niyə yox? Çünki siz qoymursunuz ki, uşaq öz sevdiyi peşə ilə, mənim uşağım gəlib, nə bilim, voleybol müəllimi olacaq. Niyə olmur ki? Sevirsə qoy olsun da. Məsələn deyirəm. Adam tanıyıram ki, o vaxt zamanında əşqəyə futbol çalacaq. Qoy geçsin, qoymamışdı zamanında uşağı futbolcu olmağa. Bugün Azərbaycan futbolu maşallah olsun, maşallah olsun. Artıq dünya arenasındadır Qarabağ futbol komandası. Yəni, uşaqları boğmayın, uşaqları incitməyin. Ey valideynlər, nə dövlət, nə nazir, heç kim sizin uşağınızı intihara sürükləmir. İntihara sürükləyən siz özünüzsüz birinci. İkinci də müəllimlər. Repetitor yanına uşaqlar gedir, məktəbə gedir. Müəllimlər, mən az bal yığmayım, mənim adımdır. Sən az bal yığsan, mənim adımısan. Nədir, sənin adın olacaq? O uşağı niyə yüklənirsən? O uşağı sən niyə incidirsən? Birinci valideynlər. Əşi, sən pulu verirlər, gəlir repetitor yanına. Bu barədə danışacağım, bu yanlışdır, heç. Amma gəlir yanına, sən nəyvə lazım? Girəcək, girməyəcək, sonraki məsələdir. Əlbəttə ki, hamı istəyər girsin. Sən doğru düzgün bu uşağı hazırlaşdır, qalanı sənin nəyvə lazım? Valideyn də bir ona demir ki, ay müəllim, işinlə məşğul ol, mənim uşağımla işin olmasın. Birinci valideyn övladının səhvi ilə, düzü ilə onun yanında olmalıdır. Valideyn övladının seçimlərinə hörmət eləməlidir. Yəni, sən valideynsən, o demək deyil ki, sən onun seçimlərinə, onun istəklərinə müdaxilə. Əlbəttə, başa sal, izah elə. Amma yox, əgər bu uşağın sevdiyi peşədirsə, mənim uşağım gəlib rəssam, nə olub ki, Azərbaycan rəssamlarına? Sakit Məmmədov var ki, dünya miqyaslı, müasir dövrümüzdən danışıram da, hələ yaxın keçmişi demirəm. Dünya miqyaslı bir rəssamdır. Əşi, mənim uşağım gəlib artist olacaq. Bugün Azərbaycanda kifayət qədər aktyorlar, aktrisalar var. Aktyorlar daha çoxdur. Dünya miqyasındadırlar. Türkiyədə çəkilirlər, xaricdə çəkilirlər. Yəni, deməyim odur ki, önəmli olan odur ki, uşaqlarınızın seçiminə hörmət edin. Qarşıdan inşallah martda mı, fevralda mı hələ dəqiqləşməyib, məktəb imtahanları gəlir. Daha sonra qəbul imtahanları gələcək. Bu il mənim uşağım da abituriyentdir, mən də narahatam. Amma hamınızdan rica edirəm ki, mənim əzizlərim, uşaqlarınızı intihara sürükləməyin. Lütfən, az bal yığacaq, çox bal yığacaq, bir ətək pul tökmüşəm, sənin valideyn olaraq borcundur. Hər bir valideynin borcudur. Uşağının yanında olsun, onun elədiyi hər şeyi dəstəkləsin və elədiyini onun başına çırpmasın. Mən bir ətək pul tökmüşəm, sən gəlib universitetə girməyək, bu sənin borcundur. Amma bu o demək deyil ki, sən uşağı bezdirməlisən, ona yüklənməlisən və uşaq gəlib intihar eləməlidir. İntihardan da sonra günahkar axtarırsınız ki, kimisə günahlandırasınız, kimisə söyüb batırasınız, öz vicdanınızı rahatlayasınız. Xeyr, elə deyil. Günahkar elə siz özünüzsüz. Ey övladlarına yüklənib intihara sürükləyən valideynlər, bəsdirin, bu qədər yetər. Cahillikdən çıxın. Çıxın, övladınızı sevin. Ola bilər sevməyin təhrini bilməyəsiniz. Amma ən azından övladınızın seçimlərinə hörmət edin. Ey əziz abituriyentlər, siz bal deyilsiniz. Siz bal yığmağa məcbur deyilsiniz. Əlbəttə, məsləhətdir ki, bal yığıb universitetə girəsiniz. Bu, hər bir valideynin də arzusudur, hər bir abituriyentin də arzusudur. Amma buna görə yığmadınızsa, az yığdınızsa, intihar eləməyə dəyməz. Həyat hələ qabaqdadır, sizin 17-18 yaşınız var. Bir ömür var qabağınızda. Bu il olmaz, gələn il olar. Universitet olmaz, texnikum olar, peşə məktəbi olar, sənət olar. Amma ən azından bir ömür var. Bu ömrü qısada kəsməyin. Bu ömrü hansısa bala görə, nəticəyə görə, ali diploma görə yarıda kəsməyin. Bəlkə Allah sizin üçün ondan da gözəl bir ömür yazıb. Bəlkə Allah sizə bu il seçdiyiniz universitetdən gələn il daha yaxşısını nəsib eləyəcək. Ona görə mənim əzizlərim, ətraf mühitin nə deməyinə fikir verməyin. Sizi əzməklərinə, yükləməklərinə boş verin. Bu həyat sizindir. Və siz gələcək ömrünüzə xatir, bir gözəl ömrə xatir o bala görə intihar eləməyin. Valideynlər, sizə də, abituriyentlər, sizə də uğur diləyirəm. Əminəm ki, bir-birinizi anlayacaqsınız və qarşılıqlı anlaşma ilə
Gözəl qəbul imtahanları olacaq. Ali məktəbə qəbul olanlar da, olmayanlar da heç kim ruhdan düşməsin, heç kim heç kimə müdaxilə eləməsin, heç kim heç kimin işinə burnunu soxmasın. Girənlər də, girməyənlər də uğurlarınız bol olsun. Hələ qabaqda bir ömür var. Təşəkkür edirəm.